Çağırışa qədər yaş həddində olan vətəndaşların tibbi müayinəsinə dair yeni prosedur müəyyənləşib. Yeni sabah qeyd edir ki, bu, Nazirlər Kabinetinin hərbi həkim ekspertizası haqqında əsasnamədə etdiyi dəyişiklikdə əksini tapıb. Beləliklə, çağırışa qədər yaş həddində olan vətəndaşlar səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətində ilkin hərbi qeydiyyata alınarkən, onların tibbi şəhadətləndirilməsi məqsədi ilə tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədə uyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb ediləcəklər. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə mütləq tibbi müayinədən keçiriləcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əlilliyi müəyyən edilmiş ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların və çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul olunacaq. İlkin hərbi qeydiyyata alınmalı olan əlilliyi müəyyən olunmuş vətəndaşlar və çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndiriləcəklər.